Salam xanımlar, xoş gördük sizləri. Bugün mən sizə süfrənizi gözəlləşdirəcək belə bir runner toxumuşam. Deməli, bunu istəsəniz daha da böyüdüb, daha da kiçildə bilərsiniz. Bu sıraları azaldaraq və kənarçı sırasını bir sıra, iki sıra toxuyaraq azaldıb artıra bilərsiniz. İstəsəniz artırarsınız, istəsəniz daha da böyük edə bilərsiniz. Bunun üçün bizə lazımdır, deməli 3,5 milli ilçə, belə bir mən makrome ipdən istifadə etmişəm. Siz istəsəniz pambıq iplərdən də istifadə edə bilərsiniz. Qalınlığını, nazikliyini istədiyiniz kimi seçə bilərsiniz. Çalışın ki, çox da qalın olmasın ki, əl işiniz daha incə alınsın. Deməli, gördüyünüz kimi çox gözəldir. Mən bundan daha böyük istəmədiyimə görə bu cür böyüklüyünü bu cür seçdim. Yenə dediyim kimi istəsəniz siz daha da böyük artıra bilərsiniz, böyüdə bilərsiniz. Bunun kiçik variantını da sizin üçün toxuyacağım mən. Onu da göstərəcəm necə toxumaq lazımdır. Beləliklə keçək toxumağa. Xanımlar, mən belə bir makrome ipdən istifadə edirəm. Belə çox qalın olmasın qalınlığı. Bir də 3 milli milçədir. Mən bu ipin qalınlığına uyğun 2,5 də eləyə bilərsiniz, 3 də eləyə bilərsiniz. Baxır ipinizin qalınlığına. Mən biraz sıx toxuduğum üçün 3 milli götürdüm. Əgər siz daha belə yumuşaq toxuyursunuzsa 2,5 milli də götürə bilərsiniz milçəni. Deməli, bunu siz pambıq ipdən də istifadə eləyə bilərsiniz. Daha yumuşaq iplərdən. Mən belə makrome ipdən istifadə etdim. Deməli, belə halqa düzəldirik bu formada. Deməli, belə çıxardırıq. Mən bu formada toxuyuram. Bunu belə biraz qaldırıram. Döndərdim bu formada. Götürürəm. Daha sonra belə çıxardıram içindən. Bu cür də eləyə bilərsiniz. Əgər istəsəniz belə 2 zincir çəkərək də toxuya bilərsiniz. 1, 2. 2 zincir çəkib daha sonra bu formada davam eləyə bilərsiniz. Bu formada. Belə də eləyə bilərsiniz istəsəz. Sizin üçün necə rahatdır, necə asandır, elə də eləyə bilərsiniz. Deməli, mən bu formada elədim. Bir azca qaldırdım, bir azca. Daha sonra bunu döndərdim. Buradan götürürəm, ipi götürürəm. Bu formada. Daha sonra ikisinin içindən çıxardıram. Daha sonra başına doluyuram. Davam eləyirəm. Bir dəfə çıxartdım. 2 dəfə çıxartdım. Bir daha formada. Deməli, 1, 2 dəfə çıxardıram. 2 dəfəyə çıxırıq. 1, ikisini bir çıxartdım. 2, ikisini də bir çıxartdım. Bu formada. İkisini bir çıxardıram. İkisini də bir çıxardıram. Deməli, bu formada 1, 2, 3, 4, 5, 12. 12-dən toxuyuruq. 1, 2. 1, 2. Sayarak toxuyun. Arada bir yığın. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11,
ve 12. Bir de sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Bunu biraz belə çıxardırıq. Və bunun baş tərəfindən salırıq. Baş tərəfindən. Birincinin baş tərəfindən salırıq. Bunu saldıq və bu formada çıxartdıq. Deməli, formada böyüdürük. Bunun içindən keçirdirik və belə. Və altdan bunu da bu dairədə sıxırıq biraz. Çalışırıq ki, bu dairə çox böyük olmasın bu formada. Deməli, bunu toxuduqdan sonra bunun yanındakı yerdən çıxardırıq. Formada çıxartdıq. Bir daha belə getdi. Götürdüm və belə. Birini də doluyuram. Eyni yerdən ikincini də toxuyuram. Deməli, 12 dənə idi, indi olur 24. Hər birinin içindən 2 dəfə çıxırıq. Bir və 2 bu formada. Deməli, növbəti baxırıq. Buradan giririk. 1 və 2. Növbəti baxırıq. 1 başına doluyuruq. 2. Bir daha salırıq boşluğa. Buradan götürürük. 1, ikisini bir götürürük. Bir daha salırıq. İkisini bir, ikisini bir. Sona qədər gəlirik. Sona gəlib çatdıq. Deməli, sonuncudan da salırıq. 1 və 2. Formada eləyirik. Çeviririk. Deməli, bunun başından saldık. Bu formada çıxartdık. Bu formada belə. Deməli, birinci sırada 12 oldu. İkinci sırada artıq hər birindən 2 dənə çıxardaraq 24 elədik. Deməli, bura qalır. Yanındakindən saldıq, çıxartdıq. Formada bir az böyük eləyirik. Bir daha döndərdik və çıxartdıq. Deməli, burada indi bu toxuduğumuzdan bir cüt toxuyuruq, bir tək toxuyuruq. Bir cüt, bir tək. Deməli, birini elədik. Dibindən bir daha çıxardırıq. İkisini bir, ikisini də bir. Cüt oldu. İndi növbəti tək toxuyuruq. Burada növbəti bir cüt toxuyuruq. Bir, ikinci toxuduq. Buradan tək toxuyuruq.
tek toxuduq. Buradan cüt toxuyuruq. Bir cüt, bir tek. Deməli, bir cüt, bir tek. Bir cüt, bir tek, bir cüt və bir tek. Demək, sona qədər bir cüt, bir tek toxuyuruq. Deməli, bir cüt, bir tek toxuduq. Sonda cütlə başladığı üçün təklə də bitiririk. Bitirdik. Bu formada saldıq. Deməli, çıxartdıq. İndi deməli 1, 2, 3 keçirik 4-cü sıraya. 4-cü sırada dördüncü sırada deməli bir cüt toxuyuruq, 2 tek toxuyuruq. Biraz qaldırdıq. Çox yox. Bu formada döndərdim. Deməli, bu formada bir cüt toxudum. İndi deməli bir cüt elədik. Bir bu, bir də bu. Növbəti götürürük başlığından. Bir tek toxuduq və növbəti sıradan götürürük. Bir cüt, 2 tek. Bir daha növbəti boşluqdan götürürük. Bir, eyni yerdən bir daha götürürük. 2. Bir cüt götürdük. Növbəti boşluqdan bir tek və növbəti boşluqdan bir cüt, 2 tek. Bir daha bir cüt götürürük. Bir, eyni yerdən götürürük. 2 və 2 tek toxuyuruq. Bir və növbəti boşluqdan götürürük. 2. Bir cüt, 2 tek. Bir cüt, 2 tek. Bir cüt, 2 tek. Bu formada sona qədər toxuyuruq. Yəni sona gəlib çatdıq. Demək, sonda da bir cüt toxudum. Bir və sonuncunu götürürəm. 2 tekimizi də toxuduq. Bu formada çeviririk. Deməli, buradan baş tərəfindən götürürük. Buradan çıxartdıq. Bu formada
Böyle keçirdirik. Bu formada. Deməli, buradan bir daha çıxardırıq. Doladık, götürdük. Bu formada. Deməli, bu dəfə də birinci sıra 2, 3, 4. İndi 5-ci sıradayıq. Deməli, 5-ci sıranı toxumaq üçün nə etməliyik? Elə eləməliyik ki, cütlərin üstünə cüt düşməsin. Ona görə də deməli, bir tək toxuyuruq. Bir tək toxuduq. Deməli, bir cüt toxuyuruq. Bir tək toxuduq, bir cüt toxuduq. Daha sonra bir, iki ve üç. Üç tək toxuyuruq. Deməli, bir tək toxuduq, bir cüt toxuduq, üç tək toxuyuruq. Üç tək, indi birincini bir tək toxuduq, çünki sonda bir cütlə, iki təklə bitəcək. Olacaq üç tək. Üç tək, bir cüt olacaq. Ona görə də birincini bir tək toxuduq, sonra bir cüt toxuduq, daha sonra üç tək toxuduq, indi bir cüt toxuyuruq. Deməli, bir cütdən sonra 1, 2, 3 tək toxuduq. Deməli, bir cüt toxuduq. Bir tək, bir cüt. 1, 2, 3 tək, bir cüt. Daha sonra 1, 2 tək və 3 tək. 3 tək toxuduq. Bunu cüt toxuyuruq. 1, eyni yerdən götürürük. Birini daha. Oldu bir cüt. Bir daha. Bir tək. Bir tək. Və bir tək. 3 tək oldu. 3 tək və bunu cüt toxuyuruq. 1 və eyni yerdən götürürük. 2. Bu formada. Sona qədər gəlirik. Deməli, bir cüt, 3 tək. Bir cüt, 3 tək. Formada toxuyuruq. Deməli, gəlib sona çatdıq. Sonda da bir cüt və bir və sonda 2 tək. Burada da bir cüt, 2 tək oldu. Çünki burada başlayanda bir təklə başlamışdıq. Bir tək, bir cüt eləmişdik. Daha sonra 3 tək, bir cüt eləmişdik. Deməli, bunu bu formada çıxardıram. Bunu buradan formada buradan keçirdirik. Və
Burada qaydasını saldıq bu formada ve bir daha götürdüm, çekirik başa, biraz yukarı çekirik, biraz döndürdük ve deməli burada elə eləməliyik ki, cüt cütün üstünə düşməsin ki, dairə səliqəli alınsın. Bunun üçün də 1, 2, 3, 4. 4 tək eləyirik, 1 cüt eləyirik. Birincini toxuduq, ikincini də tək toxuyuruq, 2, üçüncünü də tək toxuyuruq, 3, 4 tək və 5-ci cüt olacaq. 1 və eyni yerdən götürürük. 2. 1, 2, 3, 4 tək, 1 cüt. Bir daha 1, 2, 3, 4 tək və 5-ci cüt. 1 və eyni yerdən götürürük. 2. 1, 2, 3, 4 tək, 1 cüt. 1, 2, 3, 4 tək, 1 cüt. Sona qədər 4 tək, 1 cüt toxuyuruq. Sona gəldik. Deməli 1 cüt, 1, 2, 3, 4 tək və deməli sonda necə bitirməliyik? Bir cütlə bitirməliyik. Deməli burada 4 təklə başlamışdıq. Bir cütlə də bitirdik. Bu formada baş tərəfindən saldıq. Formada. Bunu biz istədiyimiz böyüklükdə böyüdə bilirik. Məsələn 4 tək bir cüt elədik, toxuduq. Daha sonra 1, 2, 3, 4 bir cütlə bitirdik. Deməli bunu 1, 2, 3, 4, 5, 6 tək eləyib bir cüt də toxuya bilərik. 1, 2, 3, 4, 5, 6 tək, 1 cüt. 6 tək, 1 cüt. Elə toxusaq, burada forma deməli yaxşı alınır. İndi mən burada sonuncu, dairənin sonuncusunu toxuduğuma görə istədiyiniz qədər böyüdə bilərsiniz. Ancaq mən bunu sonuncu dəfədə dairəni toxuyub və kənarları üçün keçəcəm. Ona görə də deməli hər birinin içindən bir dəfə çıxardacağam. Yəni bu sonuncudur. Ona görə də hər birinin içindən bir dəfə çıxardıram, gəlirəm və sonda kənarlarının naxışını qoymağa başlayıram. Bu formada hər bir boşluqdan bir dəfə toxuyuram. Bu formada. Heç bir azaltma, artırma etmirəm bu formada. Hər birinin içindən götürürəm, başına doluyuram, saldım.
çıkarttım. Bu formada. Bu formada her birinin içinden bir dəfə çıxardıram baş tərəfindən. Sona qədər hər birinin içindən bir dəfə çıxararaq sona qədər gəlirik. Deməli, toxuyub sona gəldik. Son toxuyuram. Deməli, çalışın. Əgər görsəniz ki, belə yığılır, bir də sonuncu sıranı toxuyanda çalışın ki, sıxmayın, çox sıx toxumayın. Əgər görsəniz ki, çox yığılır, mən sonda hər birinin içindən bir dəfə çıxartdım. Siz o formada çıxartmayın. Məsələn, 4 tək bir cüt toxumuşdunuzsa, indi 6 tək bir cüt toxuyun. O formada toxuyun. Əgər görsəniz ki, sizin əliniz çox sıxdır, bu belə yığılır, düzdür, bunu belə eləyirsən, səliqəyə düşür. Amma yenə də ola bilər ki, sizin əliniz çox sıx toxusun. Onda mən toxuduğum kimi yox, məsələn, hər birinin içindən bir dəfə yox, artıraraq toxuyun. Məsələn, 4 tək bir cüt toxumuşdumsa, indi siz 6 tək, 5 tək olanda cütlər üst-üstə düşür. Ona görə də çalışın ki, o cür olmasın. Çalışın, sayaraq toxuyun ki, üst-üstə düşməsin. Bu formada içindən bir daha keçirtdik. Və mənim üçün mənə elə gəlir ki, bu qədər yetərlidir. İstəsəniz bir neçə sırada artıra bilərsiniz siz. Mənim üçün yetərlidir. İndi bunu elədim. Deməli, sonda 1, 2, 3 və 4. 4 dənə zincir çəkirəm. 4 dənə zinciri çəkdim. Və bu formada davam edək. Deməli, toxuyub sona gəldik. Son toxuyuram. Deməli, çalışın. Əgər görsəniz ki, belə yığılır, bir də sonuncu sıranı toxuyanda çalışın ki, sıxmayın, çox sıx toxumayın. Əgər görsəniz ki, çox yığılır, mən sonda hər birinin içindən bir dəfə çıxartdım. Siz o formada çıxartmayın. Məsələn, 4 tək bir cüt toxumuşdunuzsa, indi 6 tək bir cüt toxuyun. O formada toxuyun. Əgər görsəniz ki, sizin əliniz çox sıxdır, bu belə yığılır, düzdür, bunu belə eləyirsən, səliqəyə düşür. Amma yenə də ola bilər ki, sizin əliniz çox sıx toxusun. Onda mən toxuduğum kimi yox, məsələn, hər birinin içindən bir dəfə yox, artıraraq toxuyun. Məsələn, 4 tək bir cüt toxumuşdumsa, indi siz 6 tək, 5 tək olanda cütlər üst-üstə düşür. Ona görə də çalışın ki, o cür olmasın. Çalışın, sayaraq toxuyun ki, üst-üstə düşməsin. Bu formada içindən bir daha keçirtdik. Və mənim üçün mənə elə gəlir ki, bu qədər yetərlidir. İstəsəniz bir neçə sırada artıra bilərsiniz siz. Mənim üçün yetərlidir. İndi bunu elədim. Deməli, sonda 1, 2, 3 və 4. 4 dənə hanımlar, 4 zincir çəkdik. Deməli, başına doluyuruq. Gəlirik. Başına doladıq, gəldik. Buradan götürdüm. İkisini bir çıxdım. İkisini bir çıxdım formada.
Bir daha başına doluyuram. Deməli, bunun birini ötürürük. İkincinin içindən salırıq. Bir, iki dəfəyə çıxırıq. İki dəfəyə çıxdıq. Daha sonra bir, iki zincir çəkirik. Bir daha başına doluyuruq. Bu boşluğa salırıq bura. Bir daha bir, iki dəfəyə çıxdıq. Bir daha başına doluyuruq. Birini ötürürük. İkincinin başından salırıq. Bir, iki. Daha sonra bir daha bir, iki zincir çəkirik. Başına doluyuruq. Salırıq. Bir, iki dəfəyə çıxırıq. Bir daha başına doluyuruq. Birini ötürürük. İkincinin içindən bir, iki dəfəyə çıxırıq. Bir daha bir, iki zincir çəkirik. Başına doluyuruq. Salırıq bu boşluğa. Buradan bir, iki dəfəyə çıxırıq. Bir daha başını doluyuruq. Bir boşluq bu. Keçiririk. İkinci boşluğun içindən iki dəfəyə çıxırıq. İki zincir çəkirik. Başına doluyuruq. Bir daha buradan çəkdik. Bir, iki dəfəyə çıxırıq. Bir, iki zincir çəkirik. Bu formada birini ötürüb ikincini eləyirik. Bu formada sona qədər toxuyuruq. Sona gələnə qədər birini toxuyuruq, birini ötürürük, bir daha birini toxuyuruq, birini ötürürük. Bu formada sona qədər gəlirik. Sıranın sonuna gəlib çatdıq. Deməli, burada 1, 2, 3 dənə qalıb. Birini ötürürük. İkincini toxuyuruq. 1, 2. Daha sonra 1, 2 elədik. Bu formada bunu deməli keçirik bu tərəfə. Buradan götürürük. Buradan çıxardırıq formada. Daha sonra buradan keçirdirik. Bunu burada belə bərkidirik. Bu formada. Belə birləşmə elədik. Daha sonra deməli burada boşluq var. Boşluqdan salırıq. 1, 2, 3, 4. 4 zincir çəkdik. Daha sonra bunun başına doluyuruq. Buradan götürdük. Bir dəqiqə. Deməli, başına doluyuruq. Buradan götürdük. İkisini bir çıxardırıq. İkisini bir çıxardırıq. Bir daha doluyuruq. Götürdük. İkisini bir çıxardırıq. İkisini bir çıxardırıq. Daha sonra çıxartdıq. Daha sonra başına doluyuruq. Növbəti boşluğa salırıq. 2, 2. Belə elədik. 1, 2. Başına doladıq. Boşluğa 1, 2. Bir daha 1, 2. Bu formada. Bir daha başına doluyuruq. Keçirik bura. 1, 2. 1, 2 zincir çəkirik.
Sıranın sonuna gəlib çatdıq. Deməli, burada 1, 2, 3 dənə qalıb. Birini ötürürük. İkincini toxuyuruq. 1, 2. Daha sonra 1, 2 elədik. Bu formada bunu deməli keçirik bu tərəfə. Buradan götürürük. Buradan çıxardırıq formada. Daha sonra buradan keçirdirik. Bunu burada belə bərkidirik. Bu formada. Belə birləşmə elədik. Daha sonra deməli burada boşluq var. Boşluqdan salırıq. 1, 2, 3, 4. 4 zincir çəkdik. Daha sonra bunun başına doluyuruq. Buradan götürdük. Bir dəqiqə. Deməli, başına doluyuruq. Buradan götürdük. İkisini bir çıxardırıq. İkisini bir çıxardırıq. Bir daha doluyuruq. Götürdük. İkisini bir çıxardırıq. İkisini bir çıxardırıq. Daha sonra çıxartdıq. Daha sonra başına doluyuruq. Növbəti boşluğa salırıq. 2, 2. Belə elədik. 1, 2. Başına doladıq. Boşluğa 1, 2. Bir daha 1, 2. Bu formada. Bir daha başına doluyuruq. Keçirik bura. 1, 2. Deməli, götürürük boşluğa. 1, 2. 2 zincir çəkirik. Başına doluyuruq. 1, 2. Bir daha. 1, 2. Bir daha başına doluyuruq. Növbəti boşluğa. 1, 2. 2 zincir çəkirik. Başına doluyuruq. 1, 2. Bir daha. 1, 2. Başına doluyuruq. Keçirik növbəti boşluğa. 1, 2. Burada bənd elədik. 2 zincir çəkirik. Başına doluyuruq. Və bu boşluğa salırıq. 1, 2. Bir daha. 1, 2. Bu formada. Başına doluyuruq. Keçirik növbəti boşluğa. Elədik. 2 zincir çəkirik. Başına doluyuruq. Və bunun bu 1, 2. Bu formada. Ta ki bura gələnə qədər eyni formada gedirik. Bir daha göstərim. Başına doladıq. Növbəti boşluq budur. Növbəti boşluğa saldım. 2 dəfəyə çıxdım. Daha sonra 2 zincir çəkirəm. Başına doluyuram. Və bu çıxdığım bunun başına doluyuram. 1, 2.
2 dəfəyə çıxdım. Başına doladım. Eyni yerə bir daha eləyirəm. 1 2. Bir daha başına doladım və keçirik bura növbəti boşluğa. 2 dəfəyə çıxdım. 2 1 götürdüm. 2 1. 2 zincir çəkirəm. Başına doluyuram və eyni yerə 2 dəfəyə bir daha formada ta ki bura gələnə qədər toxuyuruq. Deməli gəldik, sona çatdıq. Demək sonuncunu eləyirik. Salırıq boşluğa. Bir dəfə götürdük. 2 zincir çəkirik. Başına doluyuruq. 1 2. Bir daha başına doluyuruq. Eyni yerə. Bir daha 1 2. Başına doluyuruq. Bunu çıxardırıq. Daha doğrusu buradan lap ucundan değil. 2 dəfə çıxarıldığı üçün 2 dəfəyə bunun bu hissəsindən, buradan tam təpəsindən yox, bir aşağısından belə formada çıxartdıq. Bu formada buradan eləyirik. Formada. Əgər istəsəniz bu 2 dəfə yetərli ola bilər. Əgər biraz da böyük istəsəniz kənarlarının nakşını, onda deməli üçüncünü eləyək. Deməli üçüncünü eləmək üçün nə eləyirik? Bunun tam bu hissəsindən buradan götürdüm. 1 2 3 4. 4 zincir çəkdim. 4 zincir çəkdim. Daha sonra 3-cü zincirin içindən götürdüm. Keçirdim belə. Daha sonra bunun başına keçirdim. Buradan ikisini bir çıkarttım. İkisini bir çıkarttım. Bir daha doladım. Bir daha. Bu formada. İkisini bir çıkarttım. İkisini bir çıkarttım. Daha sonra başına doladım. Ve keçdim biri boşluğa. Buradan dikkat yetirin. Parmağınızla elərsəm belə bilinir. Buradan saldım. İkisini bir, ikisini bir. Bu formada çıxartdım. 1 2 zincir. 2 zincir çəkdim. Birinci zincirin içindən bunu çıxartdım. Buradan keçirdim. Daha sonra buradan saldım. 1 2 bir daha 1 2 belirledik. Başına doladım. Yeniden növbəti diqqətli olun. Budur. Buradan saldım. İkisini bir çıkarttım. 1 2 zincir çektim. Birinci zincirin içinden saldım, çıkarttım. Bunu keçirtdim. Bir daha doladım başına. Buradan götürdüm. 1 2 bir daha. Düğüm düştüğü için
Deməli, bir daha 1, 2. Bu formada başına doluyuruq. Keçirik üçüncüyə. Üçüncünün içindən saldıq. 1, 2 dəfəyə çıxdıq. Daha sonra 1, 2 zincir çəkirik. Birinci zincirin içindən keçirdirik. Doladıq başına. Bu formada götürürük. 1, 2, ipimiz dolaştı. Bir daha 1, 2. Başına doluyuruq. Bir daha göstərim. Keçirik növbəti boşluğa. Buradan götürdük. 1, 2 dəfəyə çıxdıq. Daha sonra 1, 2 zincir çəkirik. İkincidən yox, birinci zincirin içindən çıxartdıq. Bunu da bunun içindən belə keçirdirik. Keçirtdik. Daha sonra başına doluyuruq. Götürdük. 1, 2 dəfəyə çıxdıq. Daha sonra bir daha götürürük. Bir daha. 1, 2 dəfəyə çıxdıq. Doladıq başına. Keçirik növbəti boşluğa. Növbəti boşluq budur. Növbəti boşluqdan çıxartdıq. 1, 2 dəfəyə çıxdıq. Daha sonra 2 zincir çəkirik. Birinci zincirin içindən çıxardırıq. Bu formada doluyuruq başına. 1, 2. Bir daha 1, 2. Bu formada sona gələnə qədər, ta başa gələnə qədər bu formada toxuyuruq. Deməli, sona bir neçə dənə qalıb. Buna görə istədim. Bunu da birlikdə edək. Başına doluyuruq. Baxırıq. Boşluq. Diqqətlə baxırsınız. Buradan götürürsünüz. 1, 2 dəfəyə çıxdıq. Bir daha göstərim. Başına doladıq. 1, 2 dəfəyə çıxdıq. Daha sonra 2 zincir çəkirik. Birinci zincirin içindən götürürük. Buradan çıxırıq. Daha sonra doladıq. Bura salırıq. 1, 2 dəfəyə çıxırıq. Bir daha eyni yerə. 1, 2 dəfəyə çıxırıq. Başına doladıq. İndi keçirik növbəti boşluğa. Buradan götürdük. 1, 2 dəfəyə çıxdıq. 2 zincir çəkirik. Birinci zincirin içindən çıxırıq. Başına doladıq. 1, 2, eyni yerə. 1, 2. Başına doluyuruq. Daha doğrusu bitti. Bunu biraz çox çıxartdıq. Gəldik və bitiririk. Deməli, salırıq buradan bu hissədən. Buradan çıxdı. Gördüyünüz kimi bu formada. Çıxartdıq. Buradan keçirdirik. Bunu
buradan bağlayırıq. Bitti. Bu formada. Daha sonra elimizle istediğimiz gibi formada düzeldirik. Hazırdır. Beləliklə xanımlar, bir işimizin daha sonuna geldik. Eğer işimi beğendinizsə abone olmağı ve beğenmeyi unutmayın. Gelecek işlerimizde görüşene dek hələlik.